Salam, sabahınız xeyir olsun, hörmətli Şəhidim TV izləyiciləri. İlk öncə sizin hamınızı bir olan Allahın adıyla salamlayırıq. Bu günlərin biz Qaradağ rayonu Kəndar qəsəbəsində qəhrəmancasına şəhid olmuş Mafih Kiçik Çavuş Teyyublu Sərkəz İdadıoğlu'nun bir dönümünə dönüşmüşdür. Hal-hazırda biz şəhidlər xəbanındayıq. Şəhidimizin məzarlıqlarındayıq. Bütün şəhid sevərlər, bütün gördüğünüz gibi məktəb uşaqları hamısı şəhidimizin bir dönümünə görüşmüşdür. Mən Şəhidim TV kollektiv adından və Azərbaycan Respublikası şəhid əlilləri və müharibə veteranları müdafiəsi ictimai birliyinin sədri Tahir Məmmədov adından şəhidimizin doğmalarına, anasına, qardaşına Allah'tan səbir diləyirəm. Allah səbiriniz deyirəm. Vətən sağ olsun deyirik və Çərkəz qardaşımın insanında bütün şəhidlərin məkanının cənnət məqamları ucu olmasını Allah'tan dilərik. Bildiğiniz kimi biz heç zaman bilirik ki şəhidlərimiz ölmür. Ona görə də şəhidlər ölməz, vətən bölünməz sözünə əsasən biz bildiririk. Hər zaman şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. Şəhidlərimizə salam olsun. Bir daha vətən sağ olsun deyirik. Hasta basır o torpağa, orada şehrin nefesi var, kan ramı sönmüş şehit həvəsi var. Allah şəhidlərdən Qarabağ, Azərbaycan verir. Şimdi Neçə analar qaldı, uşaqlar da oldu. Ey şəhidlər, biz sizinlə fəxr edirik. Bu vətən, bu torpaq üçün yumruq kimi daim birik. bu nenem yanında diyelim. Neçə analar qaldı, uşaqlar da oldu arkadaş, çoxlar qaldı həyatlarımız. Ən uca zirvəyə qalxdı şəhidlər. Allah rəhmət eləsin. Şehitler xiyabanı, müqəddəs ad yerimiz, mərmər daşlara hopub dayatmış şehit. Allah şehitlerimizi rəhmət eləsin. Orada qarğa var. Sərkəz Teyyublu 1966 ilində Reykjavik anda olmuşdur. O Qarabağ müharibəsində şəhid olub. Biz ona fəxr edirik. Yenə candan can ayıldı. Şəhidim var Azərbaycan. Vətən sağ olsun deyə incidim var Azərbaycan. Düşmən bizə oyun qurdu. Bir an gözə yurdumuz duvarda qırdı. İncidim var Azərbaycan. Bak Aldın qan düşmənindən neçə şəhid qısalsın. Dedin şəhid olsan da Azərbaycan yaşasın. Gözü qanı ağlar, sinəsində yara bağlar. Siz də ağlayın, dağlar, duysun şəhid anası. Allah şəhidlərimizə rəhmət eləsin. Yaşa vətən çox müşahidə, siz zəfər sənə alqış mülki qızları boşadı. Allah şəhidlərimizə rəhmət eləsin. Payız gəlib, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın niyə gözüm yaşlıdır. Mən şəhidimə lay dedim, ağladım. Qızıldaş qəsəbəsi 180 nömrəli tam orta məktəbi, 1-ci sinif müəllimi. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Bugün biz onları yad eləməyə gəlmişik. Ya ahlel mezar. Esselamu aleyke ya ahled diyar. Entum lana faratun ve nahnu inşaallah bikum lahidun. El-Fatiha. Allahümme salli. Euzu billahi mineşşeytanirracim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdinas sıratellezîne en'amte Allahu ekber. Allahümme salli ala Muhammed ve ali Muhammed ve hacci faraca ila rahmetih. Allah rahmet eylesin. Allah kalanlar mesabe cemil. Buyurun. Allah 5. yılı gönderirik. Emin ki bu qeyd olunmalar güller olacaq. 10 illiklər hər zaman qeyd edəcək. Bütün suverenliğimizi, torpaqlarımızın bütünlüğü uğrunda araç olmuş bizim Çərkəz qardaşımız, Ağamizdə qardaş, bunlarla bütün Qaradağda olan şəhidlər, Ağamizdə şəhidlər, Allah hamısına rəhmət eləsin.
Qazilərimizə can sağlığı versin. Ümumiyyətlə, xalqımıza Allah qorusun. Başda Ali Başkan adamımız İlham Əliyev var. Çox gülünç hissiylə hər birimiz başımızca gəzir. Allah hamısına rəhmət eləsin. Valideynlərinə can sağlığı versin. Rəhmətlə gedənlərə Allah rəhmət eləsin. Fəxr edirəm. Allah rəhmət eləsin. المؤمنين والمؤمنات والمسلمين والمسلمات بحق محمد وآله الطيبين الطاهرين الفاتحة. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. قل هو الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله أكبر. صل على محمد وآل محمد. Allah rahmet eylesin. Allah kalanlarına sabır versin. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alan. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, yenə də diş durmusan. Salam şəhid bacısı, dağ gördün, dağ itirdin, üzüyün nurlu biricik, arxa dayaq itirdin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Paha orada şeyin nəfəsi, qan qapatı sönmüş şəhid təbəsi, Allah şəhidlərimizə Qarabağ, Azərbaycandır. Aldın qan düşmənindən neçə şəhid qısalsın, dedin şəhid olsam da Azərbaycan yaşasın. Mən var. Neçə analar qaldı, uşaqlar qaldı arxadayaqsız, çoxları qaldı həyatda yarsız. Ən uca sirvəyə qalxdı şəhidlər. Allah şəhidlərimizə rəhmət etsin. Oğlum yavaş gəlir, o dağlarda, o daşlarda. Qaraşalım, bir ananın dağlar dayanması var. Qurban olsun ana torpaq, mən uzaqlarsam güllədə şəhidimi evdə çox babalar. Qarabağı Azərbaycan, Allah şəhidlərimizə rəhmət eləsin. O Qarabağ müharibələrində şəhid olmuş. Biz onunla fərq edirik. Yenə candan ayrıldı. Şəhidim var Azərbaycan. Vətən sağ olsun deyə incidim var Azərbaycan. Düşmən bizə oyun qurdu. Bir an etdi gözəl yurdumu mutluğa bozqurdu. İncidim var Azərbaycan. Allah şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Demedin sen. Şəhidlər xiyabanı, müqəddəs yerimiz, mərmər daşlara olub dəyətmiş şehrimiz. Allah şəhidlərimizə rəhmət eləsin. Ağacız qarşıma. MTV izləyiciləri, əsas şəhid sevərlər. Hal-hazırda biz Çərkəz qardaşımızın, qəhrəman şəhidimiz Çərkəz qardaşımızın məzarı başındayıq. Və qəhrəman şəhidimiz Çərkəz qardaşımızın bildiğiniz kimi atası Qeyb-ül Qidadi bir müddət Azərbaycan Rüstəsi şəhid ailələri, əlilləri və müharibə vətəndaşı müdafiəsi İctimai Birliyinin Qaradağ rayonu üzrə sədri idi. Ömür vəfa etmədi və keçən il Qidadi qardaşımız dünyasını dəyişdi. Biz Qidadi qardaşımıza da Allahdan rəhmət edirik. Allah məkanın cənnət məqamını verəsin. Və hal-hazırda mənimlə burada Çərkəz qardaşımın və Qidadi dayının yoldaşı, şəhidimizin qəhrəman anası buradadır. Şəhidimizin anası buradadır, Qidadi dayının yoldaşı. Başınız sağ olsun, Allah hər ikisini rəhmət eləsin, məkanları cənnət məqamları olsun. İstərdik tədbir iştirakçılarından öz ürəyindən keçən sözləri bildirəsiniz və bizim Şəhidin TV izləyicilərimizə Çərkəz qardaşımız barəsində məlumat olsun. Deyib o Çərkəzin anasıyam. Allah sizdən köməyiniz olsun. Çox sağ olun. Gəldiyinizə görə. Nə deyim? Allah balamı da rəhmət eləsin. Cəmi şəhidlər rəhmət eləsin. Ağır dəstə, gözmağa deyil. Gözmağa gərək
gözləməz olsun. Ana, şəhidlər heç vaxt ölmür. Şəhidlər o zaman ölür ki, unudulanda. Biz ona görə də heç vaxt şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirik. O hər zaman yaşayır və yaşayacaq da və bu Navaxta kimi ki, Azərbaycanın qeyrətli xalqı var, vətənsevər və şəhidini sevər nümayəndələri var. Heç vaxt şəhidlərimiz unudulmuyor, unudulmayacaq. Və burada şəhidimizin qardaşı buradadır. İstər deyilə, şəhidimizin qardaşı da öz ürəyindən keçən sözləri bildirsin. Qardaşı təhsil edən son 5 ildir. Füzulinin gözəl gözlü kəmrində şəhadətə qovuşdu. Allahdan səbr edirəm. Bütün şəhidlərimizin məkanı adı olsun inşallah. Nə deyək? Allah atamın da məkanı zəhmət etsin. Amin. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda bizimlə məzar başında Qaradağ rayonunun Azərbaycan Respublikası şəhidləri, əlilləri və müharibə veteranların müdafiəsi İctimai Birliyinin sədri Yavuz müəllim buradadır. Vaxtilə bu vəzifəni Vidadi qardaşımız rəhmətli icra edirdi. O dünyasını dəyişəndən sonra həmin vəzifəni Yavuz müdürü Yavuz qardaşımıza həvalə olundu. Elə istərdik bu anda Yavuz qardaşımız da öz qəlbindən keçən sözləri, ürəyinə keçən sözləri izləyicilərimizə çatdırır. Valla mən üzr istəyirəm, biraz gecikmə oldu bizdə müəyyən səbəblərə görə. Deməli, həyat belədir ki, hər bir insanın yaddaşında bir gün var ki, o da övladın dünyaya gəlmə günüdür. Hansı o günü hər bir ata-ananız, bütün yaxınların sevincədir. Və bir gündə bu övlad həyatdan vaxtsız keçəndə ən ağır gün olur. Bir gün şad gündür, insan sevinir, hamı sevinir. Amma elə bir gündə talih qismət eləyir ki, o övlad həyatdan vaxtsız keçir. Və eləcə də bizim bu şəhid övladlarımız, necə ki, öz canlarını vətən uğrunda fəda elədilər, həyatdan vaxtsız getdilər, amma şərəflə getdilər. Və bu günlər, bu neçə gün, silsilə günlər davam edir ki, biz həmin övladlarımızın anım gününü qeyd edirik. Və bu anım günü hər gün illər ötür, həmin gün bizi elə bir ki, bir daha geri qaytarır, o övladın dünyaya gəldiyi günü, bir də onun torpağa tapşırıldığı günü və o günlər sevinclə kədər qarşır bir-birinə. Və kədər daha heç vaxt unudulmur. Kədər ələlxüsusda valideynlər tərəfindən düzdür, hamı yığışır, qohum, əqrəbə, dost, amma ata-ana qəlbində o həmin gün o ölənə kimi onunladır. Bir gün biz Çərkəz balamızın anım gününü qeyd edirik. Yəni, ondan əvvəl də elə bir ki, hansı ki, bugün biz yığışanda onun atası Vidadi kişi də bizlə yan-yana durardı. Amma bir gün o da həyatda yoxdur. Övlad dərdi, biz bir neçəsi həyatdan köçür bu şəhərdə. Və bu da nəyin nəticəsidir? Ağır, dərdin, kədərin insana təsirindən yaranan müəyyən xəstəlikdir. Mən nə deyərdim? Biz şəhərlər bunu çox sözlər deyilik burada, çox şeylər səsləndirir. Ancaq bizi bir də şərəfləndirən odur ki, onlar vətən canlarını fəda edirlər. Vətənə canlarını qurban edirlər. Allah cəm şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, valideynlərə səbir versin. Hörmətli Şəhidin TV izləyiciləri, hal-hazırda bizimlə burada məzar başında Yeni Azərbaycan Partiyasının Qaradağ rayon şöbəsinin müdürü Qafar müəllim buradadır. İstər deyilə Qafar müəllim də tədbir iştirakçılarına öz sözlərini bildirsin. Buyurun bakalım. Mən də öz növbəmdə bugün qürur hissi ilə şəhidlərimizin xatirəsini anıram, gəlirim. Bugün bizim vətənimiz azaddır. Biz bugün qalib xalqı, başqa Ali Baş Komandanımız olmaqla Azərbaycan xalqı bugün başı ucadır, məğlub durumdan qalib duruma gəlmişik, çıxmışıq. Bu duruma gəlməyimizdə bizim, yenə də deyirəm, əsasən başda bizim prezidentimiz, ordumuz və eyni zamanda şəhidlərimizin qanı hesabına, xalqımızın birliyi hesabına biz böyük qələbəni əldə eləmişik. Bu bir tarixi qələbədir. Azərbaycan xalqının fəsillik tarixində bəlkə də 300 ildə, 500 ildə biz belə bir qələbə qazanmamışıq. Yəni ki, biz təkcə erməniləri məğlub eləməmişik,
Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi biz ermənilərin arxasında dayanan böyük qüvvələri məğlub eləmişik. Azərbaycan xalqının bu Qarabağ işğaldan azad eləməyi təkcə öz torpağını azad eləməyi deyil. Bu dünya erməni lobbisinə və onların havadarları üzərində əldə edilən qələbədir. Bu böyük qələbənin miqyasını götürəndə bizim bu gözəl bağlarımız, həm Teyuqlu Çərkəz burada yatır, həm bizim Ağabəyin oğlu Ağamirlərdir. Hər ikisini biz şərəflə anırıq. Onların həm doğum günü, həm şəhid olduğu günü bizim üçün qədir. Bunların hər ikisinin valideyni, çox qeyrətli, anaları, ataları, insanlardır. Onlar da öz vaxtlarında, cavan vaxtlarında 1-ci Qarabağ müharibəsində iştirak ediblər. Vidadi, Allah rəhmət eləsin, Vidadi rəhmətə gedib çox qeyrətli bir kişi idi. Yalnız belə qeyrətli valideynlərin belə ovlatları ola bilər. Allah hər ikisini rəhmət eləsin, qurbanı şad olsun, valideynlərinə və burada olan digər şəhid ailələrinin hamısına mən deyirəm, başı düz olsun, vətən sizinlə fəxr edir. Sağ olun. Hörmətli şəhidin şəhidləri, biz Çağlar məsələsində Çərkəz qardaşımızla bir yerdə eyni qardaşlar başlanan Ağamizə qardaşımızın atası Ağabey müəllim də buradadır. Ağabey müəllim də bizim Azərbaycan Respublikası şəhid əlilləri və Mavi Müdafiəsi İctimai Birliyinin sədr müavinidir. İstərdi elə bu anda Ağabey müəllimin də qəlbindən keçən sözləri işlərdir. Buyurun Ağabey müəllim. Allah cəmi şəhidlərimizin məkanını cənnət eləsin. Onlar öldü, onlar diridir. Hər zaman bizi görür, bizi izləyir, bizim hərəkətimizi izləyir. Biz hiss eləmirik. Bütün şəhid analarına, atalarına başınızı uca tutun. Heç vaxtı göynəməyin. Onlar sizə başı ucalığı gətiriblər. Allah cəmi şəhidlərimizin yerini cənnətli eləsin, qazilərimizin canını sağ eləsin, veteranlarımızın canını sağ eləsin. Bu qədər. Sağ olun. Və mən ən sonunda bir daha Şəhidin TV kollektiv adından və Azərbaycan Respublikası şəhid əlilləri və Mavi Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov adından Çərkəz qardaşımızın və Çərkəz qardaşımızın timsalında bütün şəhidlərimizin məkanının cənnət, məqamlarımız olmasını Allahdan arzuluyoruz. Şəhidlərimizə salam olsun deyirik və Çərkəz qardaşımızın valideynlərinin timsalında bütün şəhid valideynlərinə Allahdan səbir edirik. Allah səbrinizi versin, başınız sağ olsun, vətən sağ olsun deyirik. Başsağlığı verir. Sinif yoldaşınız, elə mi? Bəli, bəli. Yaxın dost elə qardaş demək. Yaxın dostum, Mən sizə ailə. deyim, bir dəfə burada şəhid ailələri, bütün bizim burada insanlar hamısı bilməlidirlər ki, şəhidlər artıq xalqındır, dövlətindir, millətindir.
Hörmətli tədbir iştirakçıları, ilk öncə sizin hamınızı bir olan Allahın adıyla salamlayırıq. Və bugünkü bu gün buraya yığışmağımızda məqsəd, Qaradaş Şahlıq Sarayına yığışmağımızda məqsəd Teyiblu Çərkəz Vidadoğlu'nun 5-ci il dönümüdür. Allah Çərkəz qardaşımıza və Çərkəz qardaşımızın timsalında bütün şəhidlərimizin məkanını cəhənnət eləsin, məqamlarımızı eləsin. Və hal-hazırda istərdim tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçmiş, şəhadətə yüksəlir, şəhidlik zirvəsinə uzanan şəhid qardaşlarımızı bir dəqiqəli sükutla yad edəyək. Allah cəm şəhidlərimizin məkanımıza qədrə qalmamızı eləsin. Hörmətli məzsəhli, bilirik ki, uzun illər Azərbaycanın 20%-dən artıq ərazisi erməni işğalçıların, vandalizminin əsarəti altındaydı. Və 2020-ci il sentyabr 27-sində Müzəffər Ali Baş Komandanımızın göstərişi ilə 2-ci Vətən müharibəsi başladı. Və Müzəffər Ali Baş Komandanımızın apardığı düzgün siyasətin və Azərbaycanın rəşadətli ordusunun sayəsində və Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu altında həmrəy olan, bir olan xalqın həmrəliyi birliyi sayəsində 2020-ci il 27 sentyabrda başlayan 2-ci Vətən müharibəsi 8 noyabr 2020-ci il tarixdə 44 gün müddətində qələbə ilə nəticələndi. Və Azərbaycan xalqı öz qədimi torpaqlarını, əsarətli olan qədimi torpaqlarını əsarətdən azad etdi. Və bu torpaqlarımızın azad olunmasında öz şirin canlarından, qanlarından keçən şəhid qardaşlarımızın sayəsində və bu yolda döyüşmüş qazilərimizin, müharibə iştirakçılarımızın sayəsində
bu zəfərə imza atdıq. Ondan sonra biz antiterror əməliyyatında şəhid olan şəhidlərimiz oldu. Qisas əməliyyatında olan şəhidlərimiz əməliyyat oldu. Beləliklə, ümumiyyətlə Azərbaycanda 34 bindən artıq şəhid vardır. Mən bir daha bugün bu məclisdə Çərkəz qardaşımızın 5-ci il dönümündə buraya yığışan bütün xalqının nümayəndələrinə, şəhid valideynlərinə, tədbir sevərlərə, şəhidinizə qiymət verənlərin hamısına öz təşəkkürümü bildirəm ki, bugün Çərkəz qardaşımızın qardaşlarını, anasını Allah hidayətlə rəhmət eləsin, məkanını cənnət eləsin. Onları tək buraxmadılar, tək qoymadılar və bu günlərim onların yanındadır. Elə bu anda mən istərdim ki, hər iki vətən müharibəsinin, birinci və ikinci vətən müharibəsinin iştirakçısı olan Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibəyə onların müdafiəsi ictimai birliğinin sədri Tahir Məmmədovu bura dəvət edeyim. Tahir müəllim öz ürək sözlərini bildirsin. Buyurun Tahir müəllim. Qonaqları, mən bugün əziz dostumuz, mərhum Bidadi qardaşımızın adından hər birinizə təşəkkür edirəm. Və qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının şəhid ailələri və müharibə veteranlarının müdafiəsi ictimai birliyi bu günləri Azərbaycan Respublikasında 34 min şəhid ailəsinin hər birinin yanında və regionlarda və Bakı şəhərində tədbirlərdə olur. Və mən xüsusən qeyd etmək istəyirəm ki, bu tədbirlərdə bəzilərində iştirak edə bildik, bəzilərində yox. Və Qaradağda mən bir neçə dostlarım var, hansı şəhid atasıdır və onlardan biri də var, bir neçə gün bundan qabaq iki şəhid atamızın övladının anım günü oldu, mən orada iştirak edə bilmədim. Biri ilə bizim sədrimiz Yavuz müəllimdir. Şəxsən mən Yavuz müəllim hazırki vəziyyətdə bu demək deyil ki, Tahir Məmmədov bütün tədbirlərin hamısında olmalıdır. Azərbaycan Respublikasında bizim 40 dənə 40 şöbəmiz var. Bugün Bakı şəhərində 5 tədbir var. Mən saat 8-dən oturub o bölgələrə aparıram. Yəni, bugün mən burada iştirak edirəmsə, digər tədbirdə iştirak edəmirəmsə, o digər tədbirin şəhid atasını deyəkmi, ya ailə üzvlərimi deyəkmi, bunlar deyəkməz çaxı, Tahir Məmmədov ne burada yoxdur. Mən yazıq bir nəfərəm da. Və mən xahiş edirəm, belə şeyləri nəzər alasınız, yəni çatdıra bilmirik. Çünki mən əzəldən 2006-cı ildən bu günə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan şəhid qardaşlarımızın, qazilərimizin və müharibə veteranlarının hər birinin xidmətində durmuşam. Elə gün olur ki, yanacaq almağa pulum olmur, övladımdan borc alırım tədbirə rayonlara. Yəni mən dövlətdən maliyyələşmirəm, dövlətdən bir qara qəpik biz ictimai birlik kimi almırıq. Bunları deməkdə məqsədim odur ki, müəyyən söhbətləri olur, o inam edirəm. Şəhid sözü əbədi bir sözdür. Şəhid sözün anlamayan, yəni özünü anlamır. Mən demək istəyirəm ki, keçən dəfə Qaradağda da bu çıxışlarımda qeyd etdim. Şəhid daimi əbədi bir sözdür. Mən ömrümün 5 ildən artıq bölgələrdə olmuşam və 5 ildən artıq 10 minə yaxın təkcə mən öz qucağımdan şəhid dəfn etmişəm. Şəhid qanı qucağıma tökülür. Şəhid sözü dahi bir sözdür. Şəhid sözü Quran-ı Kərimdə ayədə göstərilir ki, şəhid dünyasını dəyişəndə ağzından ruhu çıxan kimi məkanı cənnət olur, cənnət Allahın dərgahında olur. Və şəhid daxil olur cənnətə 124 min Peyğəmbər əyaq sonu qarşılayır. Şəhid dahi bir söz olduğu üçün onun ata-anası dünyasını dəyişəndə əlindən tutur övladı birbaşa sorğusuz, sualsız cənnətə aparır. Bu tuturlar cənnətdə, o dünyada, cənnətdə, Allah dərgahında yalnız şəhidə verilir, başqa heç kimə verilir bu. Lakin alimlər çox titulda verilir. Alim 80 il ixtira edir, yazır, pozur onun, birisi də alimin
dünyası dəyişəndə yekanı cənnət olur. O 80 il, 70 il titrəyir. Amma gör, şəhid 18 yaşında bu titulu alır. 20 yaşında, 25 yaşında olur. Bu nə deməkdir? Bu, o doğulanda Allah Teala onun sağ çiğninə həkk edir ki, sənin məkanın filan vaxtı mənim yanımda dərgahımdadır. Və şəhid dünyasını dəyişdir. O sağdır, eşidir, görür və bu gün də məclisdə Çərkəz qardaşımız bizlə bir yerdədir. Bu belədir, buna hər kəs razılaşmalıdır. Və mən şəhid analarına xüsusən xahiş edirəm, heç vaxtı şəhid üçün ağlamasınlar. Çünki şəhid üçün ana ağlayanda şəhidin ruhu özü üçün daha bir qəmgin olur. Amma şəhid anası güləndə, fəxr eləyəndə onun üçün o fəxr olur. Çünki şəhid sözü ucadır, o titulları sizə verir və o titulları yaşatmasını da sizlərdən istəyir. O görür, eşidir və bu gün hər zaman sizin yanınızdadır. Hər zaman sizin yanınızdadır. Bu daimi belədir. Çünki şəhidin ruhu göydədir, yerdə deyil. Bunu hər kəs anlasın və xahiş edirəm bu tədbirlərdə, şəhid tədbirlərində bu və digər haqqında, bu şəhidlərin unudulmaması haqqında bir balaca da mən mahiyyətə toxunacam. Bu vaxt məhdud olsa da mən Milli Məclisə təşrif vermişəm bu şəhid ailələrinin titullarının qalxması ilə bağlı. Məsəl üçün, Prezident təqaüdünün 600 manatın 1000 manata çatdırılması. Bunu vermişik. Şəhid evlidirsə, ailəlidirsə, onun ailə üzvlərinə başqa, ata-anasına başqa titulların ayrılması və mənzil növbəsində o hissəyə yenidən baxılmasını qoymuşuq. Təsdiq vermişik Milli Məclisdəki bu hissələrə baxsın. Və biz təsdiq vermişik ki, şəhidin övladı 23 yaşa qədər, 18 yaşa qədər, həddi vuruğa çatana qədər, 18 yaşdan 23 yaşa qədər davam edib, ali təhsil aldığın müddətdən sonra da bu titul verilsin. Yəni bunun atası şəhid olursa, ömürlük verilməlidir övladına, şəhiddən dünyaya gələn şəhidə bu ömürlük verilməlidir. Müharibə veteranları ilə bağlı 80 manatın qaldırılması qoyulub, müharibə veteranlarına bağlı təsdiq verilib ki, 57 yaşda cüzəşli pensiya çıxarılması və bu 50'lərdə də 18 yaşında əsgər gedir, yaralanır, əlil olur, gəlir, ona mavinət verilir. O pensiya kimi hesaplansın, 94-cü ildə bu cürüdür. Və o pensiya kimi, pensiya təqaüd üçün nəzərə almalıdır və mavinət kimi yox. Bir çox şeylər vermişim, mən istəmirəm, indi vaxt aparam, məclisdir burada. Mən buradan bizim Çərkəz Teymuroğlu qardaşımızın simasında bütün şəhidlərə salam deyirəm. Sağ olun. Əziz tədbir iştirakçıları, istərdi yenə bu anda məclisimizin dini baxımdan idarə olunması üçün axındımızı dəvət edir və onu da Fatih surəsi, Yasin surəsi xahiş edirəm ki, yaxınlaşsın. Bizim Quran ayələri səslənməlidir. Buyurun, buyurun. Bismillahirrahmanirrahim. Her şeyden evvel hamınıza öz tarafından teşekkür ederim. Allah razı olsun. Bugün Çorumluların, Nəbilərin, Həcərlərin irsin yaşadan qəhrəman balalarımızın bir neçəsinin üzerinde burada toplaşmışıq. Bu dediğimiz çok güzel sözler verirler, Allah'ımızdan razı olsun. Ama şehitlerimizden vahem, bu şehitleri yetiştiren anaların hakkını da unutmamak lazımdır. Onlara bu tövsiyeni veren, onlara güzel terbiye bəxş edən müəllimlərimizin də zəhmətini unutmamaq lazımdır. Onlara süt veren ana, qazan gətirən, halal əlinin qavarı ilə qazan gətirən ataların da zəhmətini unutmamaq lazımdır. Bayaq sözümün əvvəlində dedim, Çorumluların irsini yaşadan. Bəli, onlar bu Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini təzələdilər. Neçə illərdir Azərbaycanın bu yaxınlarda
prezidentimiz bilirsiniz de kənarda səfərdeydi. Orada prezidentlərdən birini çox gözəl bir iş gördü. Azərbaycanın torpağını qaytardı. Bəli, yalın əlinə Şuşa dağlarına dırmaşan Azərbaycan oğulları valideynlərinin başını uca elədirir. Allah hamımızdan razı olsun. Bu salmanla, bu qəhrəmanlıq inşallah davam edəcək. Allah hamısını rəhmət eləsin. Yurdunda qalanlara səbr cəmil inayət eləsin inşallah. Allahümme gfir lil mu'minina vel mu'minat vel muslimina vel muslimat. خصوصا شهيدنا مرة بحق محمد وآله الطيبين الطاهرين. فاتحة. اللهم صل على محمد وعلى آله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين. إياك نعبد وإياك نستعين. اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. الله وعجل الفاتحة. Allah rahmet eylesin. Allah sizlerden razı olsun. Işıklandırırsın. Allah şöyle olsun. Ömrüne okur. Özüne bereket. Çok sağ olun. Çok sağ olun. Hörmətli məclis iştirakçıları, bizim şəhidin TV kollektivi olaraq və Azərbaycan Respublikası şəhid abiləri, əlilləri və müharibədən müdafiəsi ictimai fəqri olaraq biz hər zaman istəmişik ki, vətənimizin bir adı var Azərbaycan, şəhidimizin bir adı var şəhid. Biz heç vaxt şəhidlərimizə fərq qoymayalım. İstər birinci vətən müharibəsini, istər ikinci vətən müharibəsini, istər 2016-cı ildə və ya 88-ci ildə ümumiyyətlə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin hamısı bizim üçün doğmadır. Və o yollarda öz şirin canlarından geçmiş qazilərimiz ki var, öz sağlamlıqlarını itiriblər, onlardır, döyüş iştirakçılardır, onların heç bir nəfər qoyulmasın və Allah dünyasını dəyişmiş şəhid qardaşlarımızın, şəhidli zirvəsini uzanmış şəhid qardaşlarımızın məkanını cənnət, məqamlarını seçsin, qazilərimizə şəfa versin və müharibə iştirakçılarının hamısına Allah onlara da can sağlığı versin, müharibə iştirakçılarına uzun ömür can sağlığı versin və bugün günlərin Qaradağ rayonunda bu gözəl tədbiri ərsəyə gəlməsində böyük rolu olmuş Qaradağ Şadlı Sarayının rəhbəri Hacı Nizam müəllimə öz təşəkkürümüzü bildiririk ki, Allah Teala onun da qazandığı rüzgârı bol eləsin, qazansız ruhsuz bol eləsin və hər zaman, hər an şəhid valideynlərinin yanındadır və onlara mənəvi olaraq dəstəkdir. Nəinki Qaradağ, ümumiyyətlə Nizam müəllim belə götürəndə bütün şəhidlərin demək olar ki, hamısına arxa durur, dayıq durur. Və burada bu anda istərəm ki, elə Qaradağ rayonunun şöbə müdürü var, ictimai bilimimizin şöbə müdürü Yavuz müəllim. Yavuz müəllim öz ürəyindən keçən sözləri bildirsin. Orada məzarlıqda düzdür çıxış etdiniz, elə istərdik burada da Qaradağ ictimai üçün sözlərinizi bilməsiniz. Sağ olun Zahir Bey. Yine tekrar olmasın. Bugün əsas məqsəd, bu yaşamda əhalinin məqsəd odur ki, Çərkəz balanın anım gününü qeyd edək, balamızın, şəhid balamızın anım gününü qeyd edək. Burada iştirak edən bütün qohumlar, tanışlar, şəhid valideynləri və bizim ictimai birliyi nümayəndələri hər kəsə təşəkkürümü bildirirəm. Allah rəhmət eləsin, can şəhidlərimiz. Çox sağ olun. Məclisdə ürəkdən söz demək istəyənləri varsa, xahiş edirəm. Qahar müəllim, Qaradağ rayonunun Yeni Azərbaycan Partiyasının sədri Qahar müəllim buradadır. Qahar müəllim də öz ürək sözlərini bildirmək istəyir. Buyurun Qahar müəllim. Sağ olun. Hörmətli şəhid ailələrinin üzvləri, şəhid anaları, şəhid ataları, hörmətli mərasim iştirakçıları, hamımız bu gözəl gündə, yəni şəhidimizin anım günündə
toplaşmışıq. Bizim bugün Qarabağ müharibəsinin bitməsindən 5 il keçir. Artıq bizim xalqımız xoşbəxtdir. Qarabağ torpaqları azaddır. Bu böyük qələbəni xalqımıza qismət edən yuxarıda bu Tanrı Allah, ümumilli liderimiz Heydər Əliyev, o hakimiyyətə gələndən sonra ölkəmizdə yaratdığı sabitlik, ictimai sabitlik, iqtisadi inkişaf, ölkəmizin düzgün yola yönəldilməsi, ordumuzun qüdrətlənməsi və Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan Cənab İlham Əliyevin rəhbəriyyatında son 20 ildən artıq keçən müddətdə aparılan məqsəd yönlü siyasət, xarici və daxili siyasət nəticəsində ordumuzun möhkəmlənməsi, xalqımızın yumruq kimi birləşməsi nəticəsində və şəhidlərimizin qanun bahasına böyük bir qələbə əldə olunmuşdur. Bizim xalqımız məğlub, dünyada ən çox zülmə, qaçqın halına, köçkün halına, deportasiya, soyqırıma məruz qalan bir xalq artıq bugün qalib, müzəffər xalq statusu qazanmışdır. Bizim hamımız xoşbəxtdir. Bu böyük qələbənin əldə edilməsində bizim hər bir şəhidimizin, qazilərimizin, müharibə iştirakçılarının böyük rolu vardır. Əvəzsiz xidmətləri var. Bizim şəhidlərimizin qanı tökülən torpaqlar indi artıq müqəddəsdir. O torpaqlarda gözəl güllər, çiçəklər bitir. Qarabağ torpağı artıq günü-gündən dirçəlir, abadlaşır və artıq Qarabağ torpağının özü xoşbəxtdir. İşğal altında olan torpaqlarımız düşməndən azaddır. Şəhid ailələrinin də hamısının artıq bir təskinlik tapıbdır. Şəhid anaları, şəhid ataları təskinlik tapıb. Ona görə ki, onların övladlarının qanı tökülüb yerdə qalmıyor. Torpaqlarımız artıq azaddır. Bir də onu demək istəyirəm ki, əziz dostlar, xalqımız, müqəddəs, gözəl xalqımız öz şəhidinə layiqli qiymət verir. Başda Cənab Prezident İlham Əliyev, dövlətimiz olmaqla Yeni Azərbaycan Partiyası və eyni zamanda hökumət və dövlət orqanları və bir də sevindirici haldır ki, hətta qeyri-hökumət təşkilatları bu işə artıq qoşulur. Bu təşkilat, hansı ki, Tahir Məmmədov çıxış elədi, mənim çox xoşuma gəlir fəaliyyəti, salamlayıram sizi və sizin təşkilatın fəallarını. Bax, bu dediyi kimi öz vəsaitləri ilə, onlar dövlət ayrı olsa qeyri-hökumət təşkilatlarına dövlət vəsait ayrı, yəni siz layihə vermişsiniz. Bu layihələr gələcəkdə sizin də təşkilatı maliyyələşəcək, dəstəklənəcək. Çünki siz gözəl işlər görürsünüz. Həqiqətən də həmişə mən də görmüşəm ki, şəhidlərimizin yanındasınız. Ona görə sizin təşkilatı qeyri-hökumət təşkilatı olaraq alqışlayıram. Və dövlət və qeyri-dövlət təşkilatları, xalq cəmiyyəti bu məsələdə bilir. Əgər biz bir olmasaq, bu böyük tarixi qələbəni əldə edə bilməzdik. Amma əziz dostlar, bir daha qeyd etmək istəyirəm ki, biz düzdür, düşməni məğlub eləmişik, amma hələ də düşmənlərimizi tam demək məğlub eləmişik deyə bilməliyik. Dünya ermənilərinin tərəfdarları, hətta xarici ölkədə olan erməni lobbisi və onların əlaltıları hələ də bizim xalqımızın bu qələbəsini həzm etmək istəmirlər və bizə qarşı müəyyən təxribatlar olunacaqlar. Ona görə də bizim xalqımız başda Ali Başkomandan Cənab İlham Əliyev olmaqla daim yumruq kimi birləşməliyik və bu qələbəmizi əldə saxlamalıyıq və yeni qələbələrə doğru getməliyik. Allah Vidadi, rəhmətli Vidadinin oğlu Çərkəzin ruhunu şad eləsin.
Allah Vidadin özünə rəhmət eləsin. Onun xanımı buradadır, xanımına və yaxın ailə üzvlərinə elə deyirik, başını sağ olsun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Sağ olun.